Smart pavilyonlar istidə sərinlik axtaran sərnişinlər üçün nəzərdə tutulsa da, bəzi dayanacaqlar bu funksiyanı yerinə yetirə bilmir. Sərin və rahat gözləmə şəraiti vəd edən bu pavilyonlarda indi vəziyyət əksinədir. Kondisioner işlək olsa da, içəridə havalandırma zəifdir. Buna görə də sərnişinlər içəridə oturmağı yox, çöldə günün altında gözləməyi seçirlər. Çox pisdir, həqiqətən günün altında gözləmək, orada isti. İnsanlar onsuz da gərgin olurlar, stresli olurlar, avtobusda yol gedirlər, işdə olurlar. Gəlib dayanacaqda gözləyəndə, sərin yerdə gözləsələr daha gözəl olar. İşləmir. Daha doğrusu bu da bu yaxınlarda işləmirdi. İndi bilmirəm, işləyir ya işləmir. Yəni bu da işləmir. Daha biraz anlayışım da var. Bəzən istəmişəm ki, yandırım onu, yəni işlək vəziyyətdə olsun. Millət əziyyət çəkir də. Uşaqlı olan var, hamiləli olanlar var. Yəni bunları başa düşmək lazımdır. Yaşlı qadınlar, ağsaqqallarımız var. Bakıda hazırda 30-dan çox smart tipli avtobus dayanacaq pavilyonu fəaliyyət göstərir. Lakin bu dayanacaqların bir çoxunda müşahidə edilən ventilyasiya problemləri sərnişin narazılığına səbəb olur. Əlbəttə, havalar isti olanda adam astanovkaya girir içəri ki, bir sərin olsun. Gün vurur da adamı istər-istəməz. Bir yerdə, 5 yerdə olmaqla bəs eləmirlər. Rayonlar var, mikrorayonlar var ki, heç yerdə yoxdur dayanacaq. Heç dayanacağa durmağa yeri yoxdur. Cavabdeh qurum Yerüstü Nəqliyyat Agentliyindən deyilir ki, smart dayanacaqlarla bağlı mütəmadi monitorinqlər aparılır. Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılır. O ki, qaldı onların sayının artırılmasına, yaxın gələcəkdə bununla bağlı hər hansı bir layihə nəzərdə tutulmayıb. Ləman Abbaslı, Rizvan Əkbərli, İTV Xəbər.